Mən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu musiqiçilər Hüseynova tutub, Mədəniyyət kanalı və Mədəniyyət Nazirliyinin birgə təşkil etdiyi bizi birləşdirən mədəniyyət layihəsinə qoşuluram. Qara Qarayev və Fikrət Əmrov həftəsində Qarayev yaradıcılığının caz musiqisi haqqında məlumat vermək istəyirəm. Qarayev Azərbaycan musiqisinə dünya şöhrəti gətirmiş bəstəkardır. Onun yaradıcılığı dövründə bütün Sovet ölkələrində olduğu kimi Azərbaycanda, Bakıda da caz musiqisinə böyük maraq var idi. Avropa ənənəli klassik bəstəkarlıq və caz musiqisinin qovuşdurulması Azərbaycanda ilk dəfə Qarayev yaradıcılığında təcəssüm olunur. 1957-ci ildə bəstələdiyi İldırımlı Yollarla baletində bəstəkar Afrika yazıçısı Peter Abrahams'ın eyni adlı poemasına müraciət edir. Burada zənci folkloru ilə klassik ənənələrin sintezinə nail olur. 1958-ci ildə bəstələdiyi Üç Nocturne əsərində Afrika yazıçısı Langston Hughes'un eyni adlı şeir mətninə müraciət edir. Əsər vokal və caz orkestri üçün yazılmışdır. Caz ifadə vasitələrinə üz tutaraq ərsəyə gətirdiyi növbəti əsər isə prelüd janrında tətbiq olunur. 1963-cü ildə yazdığı 24 prelüd silsiləsinin 4-cü dəftərində yer almış 23 saylı prelüddə Qarayev caz ifadə vasitələrindən istifadə edir. Qarayev yaradıcılığında kino musiqisi mühüm əhəmiyyət kəsb edir. 1968-ci ildə Arif Babayevin rejissorluğu ilə ərsəyə gələn İnsan Məskən Salı kino filmində Qarayev musiqisinin bir parçasında caz üslubuna üz tutur. Qarayev yaradıcılığında caz musiqisi haqqında görkəmli Sovet bəstəkarı Rodion Şedrinin fikirlərini xatırlamaq istəyirəm. O caz musiqisini profesional səviyyədə bilirdi. Cazın spesifikasından, həqiqi və saxta dəyərlərindən gözəl xəbərdar idi. Bizi birləşdirən mədəniyyət.